Salam əziz şagirdlər. Növbəti video dərsimiz funksiya mövzusuna aid olacaq. Gəlin başlayaq. İlk öncə funksiyanın tərifini verək. İstənilən x elementi üçün yeganə y elementini qarşı qoyan asıllığa funksiya deyilir. Biz funksiyanı fx, gx, hx və s. adlandıra bilərik. Funksiya mövzusunda biz x-a arqument, sərbəst hədd, sərbəst dəyişən, aslı olmayan dəyişən və s. adlandıracağıq. Y-ə isə funksiya və yaxud da asılı dəyişən deyəcəyik. Funksiyanın 3 formada verilmə üsulu var. Birincisi analitik, yəni düsturla. Y bərabərdir fx formasında. Məsələn, y bərabərdir 3x toplanılsın 2 və s. ilə axır. Düstur forması ilə. 2. Qrafiklə. Məsəl üçün, hər hansısa bir funksiyanın qrafiki verilə bilər. O qrafikin üzərində iş aparıla bilər. Üçüncü isə cədvəlli. X, y qiymətlər veriləcək. 1, 4, 2, 7, 3, 8 və s. ilə axır bu formada davam edir. İlk növbədə biz uşaqlar düzbucaqlı koordinat sistemini tanımalıyıq funksiya mövzusuna keçidəlməmişdən əvvəl. Düzbucaqlı koordinat sistemində bura y oxudur, bura x oxudur. Bu y-ın müsbət, bu y-ın mənfi hissəsidir. Bura x-ın müsbət, bura isə x-ın mənfi hissəsidir. Bu nöqtə koordinat başlanğıcıdır və o 0, 0 olaraq adlanır. Daha sonra y oxuna ordinat oxu, x oxuna isə apsis oxu deyirik. Apsis oxu. Bir də onu yadınızda saxlayın ki, əgər ordinat oxu, qrafik ordinat oxunu kəsirsə, orada x yoxdur, yəni x-ımız 0-dır. Qrafik apsis oxunu kəsirsə, o zaman isə bizim y-ımız yoxdur. Bu da bizə lazımlı olan bir qaydadır. Funksiya mövzusunda nələr öyrənəcəyik? İlk növbədə nöqtədə qiymətin tapılması, funksiyanın sıfırları, tərs funksiya, bunlara baxacağıq. Təyin oblastı, qiymətlər çoxluğu, nöqtədə qiymətin tapılması, funksiyanın nöqtədə qiymətinin tapılması. Baxaq. Bizə bir funksiya verəcək. Məsəl üçün tutalım. Y bərabərdir ya da fx bərabərdir 3x topla 2 bölünsün 5. Və bizdən bu funksiyaya görə f-1-i, f2-ni və s. soruşacaq. Bu halda uşaqlar nə edəcəyik? Verilən funksiyada x-in yerinə -1 aparıb qoyacağıq. f-1 bərabərdir 3 vur -1, -3, üstəgəl 2 bölünsün 5. -3-ün üstünə 2 gələndə -1, 5-ə böldük, -5-də 1. Və yaxud da başqa bir nümunəyə baxaq. fx bərabərdir x kvadratı üstə gəlinsin 3x toplanılsın 7. Bizdən istəyir f2-ni. O zaman funksiyada x-in yerinə aparıb 2 qoyacağıq. 2-in kvadratı 4, 3 vur 2, 6, üstə gəlinsin 7. Bərabərdir 17-yə. Başqa belə bir formada da qarşımıza çıxa bilər. Məsələn, fx çıxılsın 2 bərabərdir 4x minus 3-ə. Bizdən istəyir məsələn, 4-ü, 2-ni və s. f2-ni istəyirsə uşaqlar, deməli bizdə fx-də yox, x minus 2 dayanıb, elə deyilmi? Bu hissədə 2-nin olması üçün x-a nə verməliyik? 4. Əgər x-a 4 versək, f2-ni tapmış olacaq, elə deyilmi? Funksiyanın özündə aparıb, harada x görürüksə, yerinə 4 qoyuruq. 4 vur 4 çıxılsın 3. 16 minus 3, o da eləyəcək 13. Başqa bir nümunəyə baxaq. Deyir ki, fx bərabərdir 5x toplanılsın 7 bölünsün x minus 2. fx bərabərdir 2 olarsa arqumenti tap. O zaman burada uşaqlar biz 2-ni x-in yerinə yox, fx-in, yəni y-ın yerinə qoyacağıq. Olacaqdır 5x toplanılsın 7 böl x minus 2 bərabərdir 2-yə. Çarpaz vursa 5x topla 7 bərabərdir 2x minus 4-ə.
3x bərabərdir 7 bu yan tərəfə keçdikdə -11-ə, x də bərabərdir -11 bölünsün 3-ə. Bu bizim arqumentimiz. Arqumentə -3/11 və yaxud da -3/2 verdiyimiz zaman bizim funksiyamız 2 qiymətini alır. Gəlin danışaq nöqtədə qiymətini tapmışkən mürəkkəb funksiya anlayışına. Mürəkkəb funksiya nədir? Bir funksiyanın içərisində başqa bir funksiyanın iştirak eləməsidir. Və f(j(x) bu formada da qarşımıza çıxacaqdır. Bir funksiyanın içərisində başqa bir funksiyanın iştirak eləməsidir. Gəlin nümunələrdən göstərək. Fx bərabərdir 4x üstə gəlinsin 7-yə, jx isə bərabərdir 3x kvadratına. f(j(x)'i soruşur. f(j(x)'ımız bərabər olacaqdır. Funksiyada x-in yerinə j(x) funksiyasının ifadəsini gətirib yazıram. 4 vurulsun. Bax, bu 3x kvadratını bütövlükdə gətirib yazacağım burada. 3x kvadratı üstə gəl 7. 12 x kvadratı üstə gəlinsin 7-yə bərabərdir. Jfx-i soruşsa əgər uşaqlar, deməli, j funksiyasında, jx funksiyasında x-in yerinə fx funksiyasının ifadəsini gətirib yazacağıq. 3 vurulsun, 4x topla 7-nin kvadratı, o da sadələşdirsək 3 vur 16x kvadratı üstə gəlinsin 2 vur 4 8, 8 vur 7 56x plus 49 vurub açaraq funksiyanı sadələşdirə bilərsiniz. Başqa bir nümunəyə baxaq. Bu səfər trigonometriyaya aid olsun. fx bərabərdir kosinus 4x-a, jx də bərabərdir 3x toplanılsın 1-ə. f(j(x)'i soruşursa, deməli f funksiyasında x-in yerinə gətirib bu ifadəni yazacağıq. Kosinus 4 vurulsun 3x topla 1. Sadələşdirsəm, kosinus 12x toplanılsın 4. Jfx-i soruşsa əgər, o zaman isə olacaq bax belə. 3 vurulsun kosinus 4x topla 1. Deməli, mürəkkəb funksiya nədir? Bir funksiyanın içərisində digər funksiyanın yerləşdirilməsidir. Başqa bir ədədlə verilən versiyasına baxaq. Fx funksiyası olsun 3x kvadratı üstə gəlinsin 5x çıxılsın 3. Jx funksiyası isə olsun x minus 2. Məndən soruşur fj3'ü. fj3'ü soruşursa, deməli aparıb birinci j funksiyasında x-in yerinə 3 qoyacağıq. j3 bərabərdir. 3 çıx 2. Neçədir? 1. Aparıb bu 1-i də fx funksiyasında yerinə yazırıq. 3 vur 1-in kvadratı, üstə gəl 5 vur 1 çıxılsın 3. 8 çıxılsın 3, o da eləyəcək neçə? 5. Aparıb qiymətləri yerinə qoyaraq misalın cavabını tapdıq. İndi isə danışaq funksiyanın sıfırlarından. Funksiyanın sıfırları nədir uşaqlar? Bir funksiyamız nə idi? Y. Sıfıra çevirən qiymətlərə bu funksiyanın sıfırları deyilir. Məsələn, fx bərabərdir 4x toplanılsın 7 funksiyasının sıfırını tap desə, bu funksiyanın özünü ifadə olaraq sıfıra bərabər götürərək həll eləyirik. 4x bərabər -7-yə, x də bərabərdir -7 böl 4-ə və biz bunu bu formada qeyd eləyəcəyik. -7 böl 4 0. Qrafik üzərindən göstərsək, funksiyanın sıfırları x oxunu kəsən nöqtələrdir. Əgər bir qrafik x oxunu neçə nöqtədə kəsirsə, o zaman həmin nöqtələrdə onun sıfırlarıdır. 2 nöqtədə kəsir. Məsələn, bura -2-dir, burada tutalım 5-dir. Bu funksiyanın 2 sıfırı var. -2 0, bir də 5 0. Qrafikə baxaraq deməli necə bilirik? X oxu harda kəsilibdirsə, deməli orada y sıfıra bərabərdir. Başqa bir nümunəyə də baxaq. Fx bərabərdir x-in kvadratı çıxılsın 5x çıxılsın 6. Bu funksiyanın sıfırlarını soruşur. Funksiyanın sıfırları demək, onu sıfıra bərabər götürüb tənlik kimi həll eləmək nəzərdə tuta bilərsiniz. X-in kvadratı çıxılsın 5x çıxılsın 6 bərabərdir sıfıra. X minus bunu vuruqlara ayırma ilə də gedə bilərsiniz, viyyətlə də gedə bilərsiniz. Gəlin viyyətlə gedək. Toplayanda 5, vuranda -6 eləyən ədədlər axtarırıq. O da eləyəcək 6 və -1. Deməli, bir funksiyanın sıfırı 6 sıfırdır, digəri də -1 sıfır nöqtəsidir. Danışaq təyin oblastı və qiymətlər çoxluğundan. Təyin oblastı. Təyin oblastı bizim funksiyamızda x-in ala biləcəyi qiymətlərdir və
DF ilə işarə olunur. Gəlin biz bir neçə nümunə göstərək və onların təyin oblastlarını tapaq. Birinci, y bərabərdir 5x çıxılsın 7. Xətti funksiyaya aid olsun. Y bərabərdir x-in kvadratı üstə gəlinsin 3x çıxılsın 4. Üçüncü, olsun modul funksiya 5x toplanılsın 7 çıx 4. Dördüncü olsun kök altında bir ifadə x minus 2 plus 4. Beşinci olsun kəsir funksiya, rasional olsun ifadə, məsələn 5 bölünsün, x çıxılsın 3 və s. ilaxır. Əslində uşaqlar, biz bu funksiyaların hər birini ayrı-ayrılıqda zaten keçəcəyik və onların təyin oblastlarını da öyrənəcəyik. Sadəcə olaraq biz indiyə qədər bu ifadələrin hər biri haqqında məlumatımız olduğu üçün və onların məhdudiyyəti nədir, harda, nəyi alır, necə alır bildiyimizə görə də təyin oblastını tapmaq bizə görə çətin deyil. Xətti funksiyada x-in ala bilməyəcəyi, yəni ona məhdudiyyət yaradacaq heç bir qiymət olmadığına görə bizim xətti funksiyamızın təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. İkinci, kvadratik funksiya. Kvadratik funksiya üçün də indiyə qədər x bunu ala bilməz, bunu alsa belə bir hal yaşanar dediyimiz heç bir şey olmadığına görə təyin oblastı hər bir şeyi alır. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Modul funksiya haqqında biz bilirik ki, moduldan normalda mənfi çıxmaz. Amma modulun içi bu qiyməti almaz dediyimiz bir cümlə olmayıb, ona görə də modul hər bir qiyməti alırsa, onun təyin oblastı da mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Dördüncü, cüt dərəcədən kök altı. Əgər bu tək dərəcədən kök altı olmuş olsaydı, onun təyin oblastı hər şeyi almış olasıydı. Lakin cüt dərəcədən kökün bir məhdudiyyəti var, hansı ki, onun altındakı ifadə mütləq sıfırdan böyük bərabər olmalıdır. X çıxılsın 2 böyük bərabərdir sıfırdan, x də böyük bərabərdir 2-dən. Deməli, bizim təyin oblastımız 2 müsbət sonsuzluqdur. Beşinci, DF. Deməli, bizim kəsr xəttində belə bir məhdudiyyətimiz var ki, kəsrin məxrəci sıfır ola bilməz. Bizim sıfıra bölmə qaydamız yoxdur. Ona görə də məxrəci sıfıra çevirən qiymət hər nədirsə, onu təyin oblastı olaraq kənarlaşdırırıq x-dan. Geriyə qalan hər bir qiyməti alacaqdır. 3 onu sıfıra çevirdiyinə görə mənfi sonsuzluq 3, 3 müsbət sonsuzluq olacaq. Bu bizim təyin oblastlarımız. İndi isə danışaq qiymətlər çoxluğundan. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu y-ın aldığı qiymətlərdir və y f olaraq işarə olunur. İndi isə başlayaq, funksiyalar yazaq. Y bərabərdir 5x çıxılsın 2. 2 y bərabərdir modulda 3x toplanılsın 5 plus 4. 3 y bərabərdir kök altında 3x minus 1 çıx 3. 4 y bərabərdir kök kəsir xətti olsun 5 bölünsün x topla 7. Beşinci funksiyamız olsun y bərabərdir 3-cü dərəcədən x minus 1 toplanılsın 8. Bir kvadratik funksiyanı yazmadım. Ona görə ki, kvadratik funksiyanın təyin oblastı üçün onun hazır qaydası var. Ən kiçik qiymətini tapmaq lazımdır, a-nın işarəsinə baxmaq lazımdır. Onu keçdiyimiz zaman zaten biləcəyik. Xətti funksiyanın təyin oblastından danışırıq. DF bərabərdir. DF-imiz nə idi uşaqlar? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Əgər biz ona hər bir qiyməti veririksə, y-ın hər bir qiymətini də geriyə alacağıq. Mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. İkinci funksiyada x-a hər bir qiyməti veririk, elə deyilmi? Mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Amma moduldan heç vaxt mənfi çıxmayacağına görə, ən azlı 0 alacağına görə də, deməli, ən kiçik 0-dırsa, 0-ın üzərinə 4 gəldim, 4. Bu funksiyanın qiymətləri çoxluğu 4 müsbət sonsuzluqdur. Üçüncü kök. Kökümüzün içərisi mütləq müsbət olmalıdır və kökdən çıxan ifadə də mənfi ola bilməz. Biz bunu bilirik. O zaman bu kök ən kiçik halda 0-dırsa 0 çıx 3 nə verir bizə? Mənfi 3'ü. Deməli bizim qiymətlər çoxluğumuz olacaqdır. Mənfi 3 müsbət sonsuzluq. 4. Bir kəsirin məxrəci 0 ola bilməz. Biz 5'i başqa bir qiymətə bölərək 0 ala bilərikmi? Xeyr. Deməli bu kəsirin ala bilməyəcəyi bir dənə qiymət var.
O da sıfırdır. Hansı ki sıfır olması üçün biz 5-i nəyə bölməliyik ki, cavab yekunda sıfırı versin? Heç nəyə. Ona görə onun qiymətlər çoxluğu olacaq. Mənfi sonsuzluq 0, birləşir 0, müsbət sonsuzluq ədəd oxundan 0-ı kənarlaşdırdıq. Tək dərəcədən olduğuna görə heç baxmağa belə ehtiyac duymuruq. Həm təyin oblastı, həm də qiymətlər çoxluğu. Hər ikisi də bütün qiymətləri alır. Mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Funksiyanın tərsi. Funksiyanın tərsi. Bir funksiyanın tərsini tapmaqdan ötürü nə edirik? Y-la x-in yerini dəyişib, alınan ifadədə isə, yeni ifadədə isə y-ı tapmaq lazımdır. Gəlin bir neçə nümunə ilə bunu göstərək. Y bərabərdir 7x topla 3. Bu funksiyanın tərsini soruşursa, x-la y-ın yerini dəyişirik. X bərabərdir 7y topla 3-ə. Və aldığımız bu ifadəni bu formada saxlaya bilmərik. 7y bərabər olacaqdır. X çıxılsın 3-ə, y də bərabərdir. X çıx 3 bölünsün 7-yə. Bu funksiyanın tərsi bu funksiyaya bərabərdir deməli. Bu funksiyanın tərsi bu funksiyaya bərabərdir. Və funksiyanın tərsini tapanda yadınızda saxlayın ki, bu funksiyanın df-i və y-fi nədirsə, digərində onlar yerlərini dəyişirlər. Yəni funksiyanın tərsində normal funksiyanın df-i və y-fi yerini dəyişərək tapılır. Başqa bir nümunəyə baxaq. Y bərabərdir, kəsir xəttində yuxarıda olsun 2x topla 1, aşağıda da olsun 6x çıxılsın məsələn 5. Bu funksiyanın tərsini soruşur. Gedək x-la y-ın yerini dəyişək. X bərabərdir 2y topla 1 böl 6y çıxılsın 5-ə. X-la y-ın yerini dəyişdikdən sonra bu formada saxlaya bilmərik. Y-ı tapmaq lazımdır. Çarpaz vursam 2y topla 1 bərabərdir 6xy çıxılsın 5x-a. Y-ları bir tərəfə yığıram. 2y çıx 6xy bərabərdir. Mənfi 1 çıxılsın, mənfi 5x. Y-ı ortaq vuruq çıxardanda 2 çıxılsın, 6x alınır. Mənfi 1 çıx 5x da burada. Y bərabərdir. Mənfi 1 çıx 5x bölünsün 2 minus 6x. Ya cavabı bu formada verəcəklər, ya da hər tərəfi mənfiyə vursaq, 1 üstə gəl 5x yuxarıda, 6x çıxılsın 2 aşağıda. Hər ikisinin əksini tapırıq uşaqlar. Deməli, bu funksiyanın tərsi verir bizə bu funksiyanı. İndi isə danışacağıq hissə funksiyadan. Hissə funksiyaya aid misallar test toplusunda olmasa da güvən, quiz, sınavlar qarşımıza çıxacaq. Hissə funksiya. Hissə funksiyaya aid birbaşa nümunə göstərəcəm. Ən az 2 dənə funksiya iştirak edir. Məsəl üçün tutalım. Y bərabərdir x minus 2. Y bərabərdir 3x kvadratı. Y bərabərdir 5x minus 1 bölünsün 4. Və bizə bir aralıq verir. X burada olsun, məsəl üçün 3-dən böyük. Burada 0-3 aralığında, burada isə 0-dan kiçik olsun. Və bizdən istəyə bilər, məsələn, y1 üstəgəl y5. Y1-i istəyirsə, istədiyi bax bu 1, bu aralıqlardan hansına aiddir onu yoxlayırıq. 1 ikinci aralığa aiddir, 0-dan 3-ün arasındadır. O zaman aparıb o funksiyada yerinə qoyuram. 3 vur 1-in kvadratı üstəgəl. 5 bu funksiyalardan birincisində yerləşir. Ona görə də birincisində yerinə qoyacağım. 5 çıx 2. 3 üstəgəl 3, o da bərabərdir 6-ya. Hissə funksiyada bizə verilən x-in qiymətinin hansı aralığa daxil olduğuna baxırıq. Hansı aralıqdadırsa ona uyğun olaraq aparıb həmin funksiyada yerinə qoyaraq hesablamaq olar. Danışaq tək və cüt funksiyalardan. Tək və cüt funksiyalar. Nədir bəs bu tək və cüt funksiyalar? Danışaq. Bir funksiyada arqumentə mənfi qiymət verdiyin zaman o mənfini olduğu kimi yekun olaraq sənə cavabda geri qaytarırsa bu tək funksiyadır. Yox, verdiyin mənfi yekun cavabda müsbət olaraq sənə geri qayıdırsa bu cüt funksiyadır. Bəs bunun tərifini desək, arqumentin mənfi qiymətində funksiya mənfi qiymət alırsa tək, mənfi qiymətində müsbət qiymət alırsa bu cüt funksiyadır.
Tək və cüt funksiyalardan əlavə bir də nə tək nə cüt funksiyalarımız var, hansı ki onlarda biz x-a nə mənfi verə bilmirik, ya da ki uşaqlar mənfi verdiyim zaman bəzən mənfi, bəzən müsbət. Yəni belə deyək də, bəzən tək, bəzən cüt funksiya alınır. Tək, cüt, nə tək nə cüt funksiyalarını hər biriniz əzbər bilməlisiniz. Görən kimi tanımalısınız ki, bu funksiyalar tək funksiyalardır. Birinci növbədə ax üstü n. N tək olduğu zaman, yəni bizim x-imizin qüvvəti tək olan bütün funksiyalar tək funksiya adlanır. Y bərabərdir sinus x funksiyası, y bərabərdir tangens x funksiyası, y bərabərdir kotangens x funksiyası və s. ilaxır. Bu funksiyaların hər biri və tək dərəcədən qüvvət olan hər biri nəyə aiddir? Tək funksiyalara. Arc sinus x funksiyası, arc tangens x funksiyası və s. ilaxır. Bunlar nədir? Tək funksiyalardır. Cüt funksiyalarda isə ax üstü n, n cüt olduqda, cüt dərəcədən qüvvətlər isə cüt funksiyalara aiddir. Trigonometriyadan yeganə funksiya kosinusdur ki, cüt funksiyadır, modul funksiya və bütün həqiqi ədədlər. Qarşınıza çıxan bütün ədədləri cüt funksiya olaraq qeyd eləyə bilərsiniz. Bütün həqiqi ədədlər. Daha sonra isə nə tək nə cüt funksiyalara kök altında x n-ci dərəcədən n cüt olduqda, cüt dərəcədən kök altı ifadə. Y bərabərdir arc kosinus x. Tərs trigonometriyadan arc kosinus. Arc kotangens x. Y bərabərdir a üstü x. Y bərabərdir loqaritm a üstü əsasdan x. Bu funksiyaların hər biri nə tək nə cüt funksiyadır. Və bir də 0 həm tək, həm də cüt funksiyalara aid olacaq. Həm tək, həm də cüt funksiyadır. Qarışıq ifadələrdə tək və cüt funksiyaları necə ayırd eləyəcəyik? Nümunə verək. Məsəl üçün, uşaqlar, belə bir nümunə verilibdir. Y bərabərdir sinus x üstə gəlinsin tangens x. Və yaxud da verilib uşaqlar bizə y bərabərdir kotangens x bölünsün, məsələn, olsun 3x. Y bərabərdir 5x kvadratı üstə gəl 7. Y bərabərdir sinus kosinus x vurulsun sinus x. Və s. ilaxır. Qarışıq bir neçə funksiyanın iştirak elədiyi funksiyaların tək və ya cüt olduğunu təyin eləməkdən ötürü biz uşaqlar tək funksiyalara mənfi ədədlər kimi baxacağıq. Cüt funksiyalara müsbət ədədlər kimi baxacağıq. Əgər yekun cavab olaraq mənfi qiymət alıramsa, deməli cavab tək, müsbət qiymət alıramsa, deməli cavab cüt funksiyadır. Sinus x üstə gəl tangens x-da. Sinus tək funksiyadır, deməli mənfi qiymətdir. Tangens tək funksiyadır, deməli mənfi qiymətdir. İki mənfi ədədi toplayanda toplayıb qarşısına mənfi qoyuruq. Konkret işarəni görə biliriksə, mənfidirsə, deməli tək funksiya olacaq. Üçüncüdə, kotangens x funksiyası təkdir, 3x funksiyası təkdir. Mənfini mənfiyə böləndə yekun cavab müsbət qiymət verdiyinə görə, deməli cavabımız cüt funksiyadır. 5x kvadratı üstə gəlinsin 7. 5x kvadratı cüt dərəcədən olduğuna görə cüt, 7 həqiqi ədəd olduğuna görə cüt. O da olacaqdır uşaqlar, cüt funksiya. Kosinus x cüt, müsbət, sinus x mənfi. Müsbəti mənfiyə vuranda cavab mənfi olduğu üçün o da olacaqdır tək funksiya. Bu tərz misalları həll edəndə tək və ya cüt olduğunu təyin eləməkdən ötürü ilk növbədə hər birinin ayrı-ayrılıqda tanımalısınız. Sonra isə onların hər birinə tək funksiyalara mənfi, cüt funksiyalara müsbət verib yekun işarəni görürsünüzsə oradan davam eləmək olar. Gəlim y bərabərdir 5x üstə gəl 7 funksiyasının hansına aid olduğuna baxaq. 5x uşaqlar tək funksiyadır, mənfi. 7 cüt funksiyadır, müsbət. Bir mənfi ilə bir müsbəti topladığım zaman yekun işarəni yalnız ədədi gördüyüm zaman tapa bilərəm. Əgər ədədi bilmirəmsə, mən onun misalın işarəsini tapa bilmirəm uşaqlar. Çünki müsbət böyük olandan kiçik olanın çıxırıq, elə deyilmi? Görünmürsə, o zaman biz bu funksiyaya nə tək, nə cüt funksiya deyəcəyik. Tək funksiyaları qrafikinə və cüt funksiyaları qrafikinə görə də ayırd eləmək mümkündür. Əgər koordinat müstəvisində simmetriya y oxuna nəzərən, daha doğrusu koordinat başlanğıcına nəzərəndirsə,
o zaman bu funksiya tək funksiyadır. X oxuna nəzərləndirsə, daha doğrusu y oxuna nəzərləndirsə, o zaman cüt funksiyadır. Heç bir simmetriya yoxdursa, o zaman o da nə tək, nə cüt funksiyadır. Nə tək, nə cüt. Bu, koordinat başlanğıcına nəzərən simmetriya olduğuna görə olacaqdır uşaqlar nə? Tək. Y oxuna nəzərən simmetriya olduğuna görə bu da olacaqdır cüt funksiya. Daha sonra danışaq artan və azalan funksiyalardan. Artan və azalan funksiyalar. Artan funksiyalar nə? X-in böyük qiymətinə, yəni arqumentin böyük qiymətinə funksiya böyük qiymət alırsa, bu artan funksiyadır və ya kiçik qiymətinə kiçik. Yox, arqumentin kiçik qiymətinə funksiya böyük və ya əksinə böyük qiymətinə funksiya kiçik qiymət alırsa, o zaman bu funksiyalar azalan funksiyalardır. Və biz artan funksiyalara düz mütənasib deyirik, hansı ki fx1 fx2-dən böyükdürsə, x1 də x2-dən böyükdür. Bu artan funksiyalar üçün keçərlidir. X böyüdükcə y da böyüyür. Yox, fx1 fx2-dən böyükdür, x1 də x2-dən kiçikdir. O zaman bu funksiyaya isə azalan funksiya deyirik. Azalan funksiyalara həmişə tərs mütənasib, artan funksiyalara həmişə düz mütənasib kimi baxmaq lazımdır. Necə misal düşə bilər? Nümunə verək. Deyir ki, fx funksiyası bütün ədəd oxunda azalan funksiyadır. Bütün ədəd oxunda azalan funksiya olduğu üçün aşağıdakılardan hansı ən böyükdür? Azalan funksiyadırsa tərs mütənasibdir. Ən böyüyünü axtarırsa, deməli ədədlərin içərisində ən kiçiyini axtarmaq lazımdır. Yəni f, məsəl üçün -5, f 7, f 4, f 0, f -2. İndi bizə lazımdır ən böyüyü. Ən böyüyünü tapmaqdan ötürü tərs mütənasibliklə getsək, ən kiçiyini seçməliyik. Bu ədədlərin içərisində isə ən kiçiyi f -5 olan variant olacaqdır. Artan funksiyalarda isə böyüyə böyük, kiçiyə kiçik uyğun gələcək. Deməli uşaqlar, tək funksiyalar monoton artıb azalan funksiyalardır. Yəni ya artacaqlar, ya da azalacaqlar. Məsələn, monoton nədir? Yəni stabil olaraq, yəni həmişə eyni formada qalır. Ya artırlar, ya azalırlar. Məsəl üçün tutalım, y bərabərdir 5x funksiyası tək funksiyadır, elə deyilmi? Deməli bu funksiya artan funksiyadır. Bəs artan və ya azalan olduğunu necə təyin edirik? X-in qarşısındakı əmsala görə. Əgər x-in qarşısındakı əmsal müsbətdirsə, o zaman bu funksiya olacaqdır nə? Artan, mənfidirsə, o zaman olacaq azalan. Y bərabərdir k-nın kvadratı çıxılsın 9 vurulsun x. K-nın deyir hansı qiymətində bu funksiya artandır. Deməli artan olmasından ötürü k kvadratı çıxılsın 9 böyükdür 0 götürüb həll eləməliyik. K çıxılsın 3, k topla 3 böyükdür 0-dan. Ədəd oxunu çəkirəm. Ədəd oxu üzərində -3, müsbət 3 qeyd eləyirəm. İnterval müsbət, mənfi, müsbət işarəni təyin elədim. Cavabım olacaq mənfi sonsuzluq -3, 3 müsbət sonsuzluq. Azalan olmasından ötürü isə qarşıdakı əmsal mənfi olmalıdır. 0-dan kiçik olduğu aralıq onun azalan funksiya olduğu aralıqdır. İndi isə danışaq qrafiklər və onların xassələrindən. İlk növbədə başlayaq xətti funksiyadan. Y bərabərdir kx topla b. Bu bizim xətti funksiyamızdır. Xətti funksiyada k bucaq əmsalıdır. B sərbəstədir. Və bucaq əmsalını eyni zamanda biz həmişə tangens alfa ilə də eyniləşdirə bilərik. Sərbəst həddə də uşaqlar biz o y oxunu kəsən nöqtədə deyə bilərik. O y oxunu kəsən nöqtə. Xətti funksiyada 4 qrafikimiz olacaqdır. K-nın və B-nin işarələrindən asılı olaraq. Gəlin birini çəkək və izah edeyim. Digərlərinə artıq birlikdə təyin eləyə bilərik sizlə. Y, X.
Xətti funksiyanın qrafiki K-nın və B-nin işarəsindən asılı olaraq 4 formada çəkiləcək. Birincisi olsun, bax belə. Deməli, uşaqlar, biz burada K ilə V-nin işarəsini necə təyin edəcəyik? O Y oxunu kəsən nöqtəyə biz dedik nə? B. B deməli Y oxunu kəsirsə buradadır. Bu B-imizdir və B yuxarıdan kəsilibdirsə deməli müsbətdir. K-ya bucaq əmsalı demişik. Deməli bucağa görə baxacağıq. K o X oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağa görə təyin olunur. Yəni uşaqlar, baxın bu bucaqla sağ tərəfə baxan bucaqla təyin olunur. Əgər K iti olsa bucağımız, alfa iti olsa müsbət. Əgər alfa kör bucaq olsa, K-mız həmişə mənfi olacaq. Baxın, sağ tərəfdəki bucaq iti bucaqdır. Deməli, K müsbətdir. Başqasına baxaq. Tutalım. Qrafik verilib, bax belə. B, Y oxunu kəsən nöqtədir. B necədir? Müsbət. Sağ tərəfdəki bucağımız kördür. Kördürsə K necədir? Mənfi. Digərimiz. Baxın, Y oxu kəsilib aşağıdan kəsilibdirsə B mənfi. Sağ tərəfdəki bucağımız itidir. Deməli, K müsbət. Və son olaraq 4-cü qrafikimiz olacaq, bax belə. Həm sağ tərəfdəki bucağımız kördür, deməli K mənfidir. Həm də Y oxu aşağıdan kəsilib, deməli B də mənfidir. Başqa danışaq nədən? Onun təyin oblastından, qiymətlər çoxluğundan, artma azalmasından, təklik cütlüyündən. Qrafikə baxdığımız zaman da görürük ki, bu X-in heç bir məhdudiyyəti yoxdur. Bu qrafik sağa da, sola da istədiyi qədər uzana bilər. Ona görə təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Həmişə və istisnasız. Qiymətlər çoxluğumuz isə uşaqlar Y oxu boyunca yuxarıya və aşağıya istədiyi qədər uzana bilər. O da mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Üçüncü xassəmiz artma və azalmaya görə olsun. Əgər hansı qrafikdə K müsbətdirsə, yəni K-nın müsbət olduğu versiyalara baxaq uşaqlar. Baxın, bir burada K müsbətdir. Birinci, ikinci, üçüncü rüblərdən keçir. Baxın, bir də 1, 3 və 4-cü rüblərdən keçəndə K müsbətdir. Bu tərəfə doğru gedir sanki. O zaman K müsbət olduğunda artır, K mənfi olduğunda isə azalır. Təklik cütlüyə gələndə, bayaq da bir nümunədə baxmışdıq. Təklik, burada heç bir simmetriya görə bilməzsiniz qrafikdə. Bu qrafikdə heç bir simmetriya olmadığına görə, ona həm nə tək nə cütdür, həm də ki, belə bir nüans var ki, biz X-a qiymət verdiyimiz zaman bəzən mənfi qiymət verəndə müsbət qiymət ala bilər, bəzən mənfi qiymət verdiyimiz zaman mənfi qiymət ala bilər. Dəyişkən olduğuna görə nə tək nə cüt funksiyadır. Daha sonra isə başqa bir xassəmiz qalmadı. Nümunələr göstərəcəm xətti funksiya ilə bağlı. Qrafiki verib funksiyanı soruşa bilər. Funksiyanı verib qrafiki soruşa bilər. Ən çox rastlaşdığımız misal növü budur ki, qrafiki verir və K-nı, B-ni soruşur. Bura deyir 2-dir, bura 4-dür, mənfi 4. Bu verilən qrafikə əsasən K topla B-ni tap, K çıx B-ni tap, K vur B-ni tap. Gəlin baxaq. Bu nöqtədə uşaqlar X oxu kəsilib. X oxunu kəsəndə Y 0-dır, 2, 0. Bu nöqtədə Y kəsilib, o nöqtədə isə X yoxdur, 0, mənfi 4. Biz bilirik ki, qrafik forma olaraq hansı funksiyanın qrafikidir uşaqlar? Kx topla B-nin. Y bərabərdir, Kx topla B-nin. Bu nöqtələrdən keçirsə mənim qrafikim, o nöqtələri gətirib bu funksiyada yerinə yaza bilərik. X-a 2 verdiyi zaman Y 0 olmalıdır. X-a 0 verdiyim zaman Y mənfi 4 olmalıdır. X-a 0 verəndə Y mənfi 4-dürsə, deməli bizim B-imiz də nədir? Mənfi 4. Qoyduq kənarda. Sonra X-a 0 verməliyəm. X-a 0 verəndə, daha doğrusu X-a 2 verməliyəm. X-a 2 verəndə Y 0 olmalıdır. 0 bərabərdir 2K çıx 4-ə. 2K bərabərdir 4-ə, K da bərabərdir 2-yə. K-nı da tapdıq, B-ni də. Onların isə cəmi olacaqdır mənfi 2. Funksiyaya görə qrafiki təyin eləyəndə isə, məsələn, Y bərabərdir 3x çıxılsın 9. O zaman topla 9 olsun. O zaman qrafik qurmaq istəyirsinizsə, Y və X-i kəsən nöqtələri tapıb, sonra o nöqtələri birləşdirə bilərsiniz. Y-i kəsəndə X 0 olur. Deməli, X 0-dırsa Y bərabərdir 9 olmalıdır. Y oxunu 9-da kəsməlidir. X-a 0 verdik, 9 oldu. Y-a 0 verəndə isə X mənfi 3 olacaqdır. Mənfi 3.
Deməli, x opunu da -3-də keçir. Həm iki nöqtədən keçən düz xətti çəksəz, bu da sizə qrafiki verəcək. İndi isə danışaq, biz xətti funksiyadan eyni zamanda düz xəttin tənliyi olaraq da tanımalıyıq. Y bərabərdir kx topla b. Düz xəttin tənliyidir. Düz xəttin tənliyi ilə əlaqəli qarşımıza belə nümunələr çıxa bilər, belə misallar çıxa bilər. O iki dənə düz xəttin qarşılıqlı vəziyyəti. Y bərabərdir k1x üstə gəl b1, y bərabərdir k2x üstə gəlinsin b2. İki düz xəttimiz var. Bu iki düz xətt koordinat müstəvisi üzərində paralel, üst-üstə, bir nöqtədə kəsişir və yaxud da ki, perpendikulyar ola bilər. Gəlin hər birinə baxaq. Əgər bunlar bir-birinə belə deyək də, k-ları və b-ləri bərabərdirsə, k1 bərabərdir k2, b1 bərabərdir b2 olarsa, onda bu iki düz xətt üst-üstə düşəcək. Üst-üstə çəkiləcək koordinat müstəvisi üzərində. Əgər k-ları bərabər, b-ləri bərabər olmazsa, o zaman bu düz xəttlər paraleldir. K1 ilə k2 bir-birindən fərqli olarsa, bir nöqtədə kəsişir. Və son olaraq k1 vurulsun k2 -1-dirsə, bu iki düz xətt bir nöqtədə kəsişir və bir-birinə perpendikulyardır. Belə. İndi gəlin danışaq, xətti funksiyada k-mız olmasa, bu funksiya hansı formaya düşər? Y bərabərdir b-yə, k yoxdursa, o funksiya olacaq, baxın belə. Buna biz deyirik sabit funksiya. Sabit funksiya. Y bərabərdir b, b müsbət olduğu zaman yalnız birinci və ikinci rübdən keçəcək. B mənfi olduğu zaman üçüncü və dördüncü rübdən keçəcək. O x oxuna paralel düz xətt də deyə bilərik. O x oxuna paralel düz xətt. Əgər bizim b-miz olmazsa, b 0 olarsa, o zaman y bərabərdir kx düz xətti alınır. Və y bərabərdir kx düz xəttinə isə koordinat başlanğıcından keçən düz xətt deyirik. Əgər k müsbətdirsə, 1 və 3-dən keçəcək uşaqlar. Əgər k mənfidirsə, o zaman 2 və 4-dən keçir. Və bu qrafikin adı da düz mütənasibliyin qrafikidir. Eyni zamanda da koordinat başlanğıcından keçən düz xəttə deyə bilərik. Hazır düz mütənasiblikdən danışmışkən, tərs mütənasibliyin qrafikindən də danışaq. Tərs mütənasiblik biz bilirik ki, y bərabərdir k bölünsün x şəklindədir. Burada x-in qüvvəti uşaqlar tək də ola bilər. Hal-hazırda yazdığım versiyaya görə ən tək olan versiyadan danışaq. Əgər təkdirsə 1, 3 və s. olarsa, onda qrafik baxın belə olacaqdır. Əgər bizim k-mız müsbətdirsə 1-dən və 3-dən, əgər bizim k-mız mənfidirsə, o zaman 2-dən və 4-dən keçəcək. Biri belə, biri də belə. Nə x oxuna yaxınlaşmır, nə belə yaxınlaşır, daha doğrusu toxumu nə y oxuna toxunmur. Çünki məxrəcdə 0 ola bilməz, ümumilikdə isə özü də 0-a bərabər ola bilmir. Əgər x üstü n cüt olarsa, o zaman bir də modulda olarsa, o zaman qrafik olacaq, baxın belə. Bir belə, bir də belə. Simmetriya y oxuna nəzərən olmalıdır. Bu k-nın müsbət olan versiyası, bu isə mənfi olan versiyası y(x). Hər iki halda da hiperbola qrafikini çəkirik. Gəlin xəstələrindən danışaq. Bunun təyin oblası nədir? Mənfi sonsuzluq 0, 0, müsbət sonsuzluqdur. Lakin həmişə belə mi olacaq? Yox. Məsəl üçün, belə bir versiya verilsə, o zaman bizim təyin oblastımız 1 mənfi sonsuzluq, 1 müsbət sonsuzluqdur. Yəni, verilən misaldan asılı olaraq məxrəc nəyi 0-a çevirirsə, ondan kənarlaşdırırıq bir sözlə. Qiymətlər çoxluğumuz isə həmçinin 0-ı almır.
O da mənfi sonsuzluq 0, 0, müsbət sonsuzluqdur. Təkliyə, cütlüyə gələndə əgər üstündəki dərəcə təkdirsə, tək funksiya, üstündəki dərəcə cütdürsə, cüt funksiyalara aiddir. Artma, azalmaya gəldikdə isə tərs mütənasib olduğuna görə k böyükdür 0 olanda azalan, k kiçikdir 0 olanda isə artandır. Yəni işlər dəyişir bir sözlə. Cüt olduqda isə biz ona konkret olaraq artan və yaxud da ki, azalan funksiya deyə bilmirik. Ümumiyyətlə, bayaq deməyi bəlkə də unutmuş ola bilərəm. Cüt funksiyalar monoton artıb azalan funksiyalar deyil. Müəyyən aralıqda artırlar, müəyyən aralıqda azalırlar. Bunu cüt funksiyanın hər hansı biri gəldiyi zaman göstərmək olar. Tərs mütənasibliyin qrafikindən və xassələrindən danışdıqdan sonra isə gəlin danışaq kvadratik funksiyadan. Kvadratik funksiya. Y bərabərdir ax kvadratı üstə gəlinsin bx üstə gəlinsin c şəklində olan funksiyaya kvadratik funksiya deyilir. Burada a da, b də, c də həqiqi ədədlər çoxluğuna daxildir. A 0 ola bilməz, çünki a 0 olsa kvadratik funksiyalıq qalmayacaq. Kvadratik funksiyanın uşaqlar qrafiklər verildiyi zaman iki fərqli forması da var ki, bu formada da ifadə oluna bilər. Biri a vurulsun, x çıxılsın, m-in kvadratı üstə gəl n, digəri də y bərabərdir, a vurulsun, x çıxılsın, x1, x çıxılsın, x2 formasında. Bunlar həmişə yox, qrafiklər verildiyi zaman istifadə olunacaq bizim üçün. İlerleyen zamanlarda bunlara aid nümunələr yazıb göstərərik. Buradaki mn kvadratik funksiyada ən çox soruşulan nədir? M və n. Mn kvadratik funksiyanın təpə nöqtələridir. Hansı ki, m bizə verəcək uşaqlar x oxunun təpə nöqtəsini, o x oxunun, apsis oxunun təpə nöqtəsini, n isə o y oxunun təpə nöqtəsini və düstur olaraq m mənfi b bölünsün 2a-ya, n isə bərabərdir 4ac çıxılsın b kvadratı bölünsün 4a-ya. Kvadratik funksiyada biz bilməliyik xassələri, onun qrafiklərini. Qrafikləri ilə bağlı onu qeyd eləyək ki, kvadratik funksiyanın qrafiki paraboladır. Və bu parabola A-nın, B-nin, C-nin və diskriminantın asılı olaraq müxtəlif formalarda veriləcək. Gəlin birinci baxaq A-nın işarəsinə görə qrafikə necə təyin edə bilərik. A əgər müsbətdirsə, bizim parabolamızın qolları həmişə yuxarı baxmalıdır. Qollar həmişə yuxarı baxmalıdır. Əgər A mənfidirsə uşaqlar, bizim qollarımız həmişə aşağı baxmalıdır. Qollar aşağıdırsa A mənfi, qollar yuxarıdırsa A müsbət olacaq. İkinci halda C sərbəst həddir və sərbəst hədd y oxunu kəsən nöqtədir. Əgər mənim y-ım yuxarıdan kəsilibdirsə, deməli C-miz müsbətdir. Əgər mənim y-ım aşağıdan kəsilibdirsə, deməli bizim C-miz necədir? Mənfidir. Sonra diskriminantın işarəsinə baxaq. Diskriminantı necə taparıq? Diskriminantı tapmaqdan ötürü tənliklər mövzusundan da istifadə eləmək olar. Tənliklərdən biz bilirik ki, əgər diskriminant sıfırdan böyükdürsə, o zaman onun x oxunu 2 nöqtədə kəsir. Qrafiki əgər sənin x oxunu 2 nöqtədə kəsirsə, o zaman diskriminant sıfırdan böyük olacaq. Əgər qrafikdə sənin x oxunu toxunursa, sadəcə üzərində yerləşibdirsə, onu bir nöqtədə kəsir cümlələrini istifadə eləyirsə, baxın bir də təkrarlayıram, testdə qarşınıza çıxa bilər. Qrafik x oxunu bir nöqtədə kəsir. Qrafik o x oxuna toxunur və ya apsis oxuna toxunur və yaxud da ki, qrafik x oxunun üzərində yerləşib cümlələrini diskriminant bərabərdir 0 halı ilə eyniləşdirə bilərsiniz. Əgər x oxuna toxunmursa, yaxından uzaqdan əlaqəsi yoxdursa, ona dəyməyəcəksə, x oxuna toxunmayacaqdırsa qolları, o zaman diskriminant sıfırdan kiçikdir, çünki x heç bir kök almır burada. Dördüncü B-nin işarəsini təyin eləyək. B-nin işarəsini təyin eləməkdən ötürü biz B bərabərdir mənfi 2am düsturundan istifadə eləyəcəyik, hansı ki x oxunun təpə nöqtəsinin düsturundan. Bir qrafik verək, gəlin orada hər birinin işarəsini ayrı-ayrılıqda tapaq. Gəlin baxın bu funksiyaya. Bu funksiyada ən birinci A-nın işarəsini təyin eləyək. Qollar yuxarı baxdığına görə A-mız necədir? Müsbət. İkinci C-nin işarəsinə baxaq. C x oxunu kəsən, y oxunu kəsən nöqtədir. Y oxunu hansı nöqtədə kəsib? Aşağıda. Mənfi hissədə kəsdiyinə görə mənfi. Diskriminant 2 nöqtədə kəsildiyinə görə x oxunu müsbət. Və B-nin işarəsini təyin eləməkdən ötürü gedək yuxarıda işarələri yerinə qoyaq. A müsbətdir. M x oxunun təpə nöqtəsidir. Təpə nöqtəmiz hanı? Budur. Təpə nöqtənin x-ı hansı hissədə yerləşir? Müsbət. Müsbəti müsbətə vurmayın.
vurduğum zaman müsbət, qarşıdakı mənfiyə vurduğum zaman isə cavab nə olacaqdır? Mənfi. Deməli, B-nin işarəsi də nə olacaq? Mənfi. Diskriminantı bəzən B kvadratı çıxılsın 4AC formasında da sənin qarşına çıxarda bilərlər. Yadında saxla. İndi isə keçək xassələrinə. Birinci təyin oblastı. X oxunun baxdığınız zaman qrafiklərdə görəcəksiniz ki, X oxununda heç bir məhdudiyyət yaradacaq hal yoxdur. Gəldik qiymətlər çoxluğuna. Qiymətlər çoxluğunun iki versiyası var. Bir qollar yuxarı olan hal, bir də qollar aşağı olan hal. Gəlin kiçik göstərək bir kiçik formada. Məsələn, bu qolları yuxarı olan haldır. Bu qrafikin ən kiçik qiyməti baxın budur. Təpə nöqtənin Y-ı. Təpə nöqtənin Y-ına görə gedirik N-dən. Baxın qollar yuxarı baxır, sonsuzluğa doğru da uzanır. Hansısa bir yerdə dayanmayıb. N müsbət sonsuzluq. Qollar aşağı olduğu zaman isə uşaqlar baxın ən böyük qiyməti var və mənfi qiymətlər alır. Elə deyilmi qravda? O zaman qiymətlər çoxluğumuz olacaqdır. Mənfi sonsuzluq N-i isə alır. N-in düsturu da 4AC çıxılsın, B kvadratı bölünsün 4A-dır. Onu orada yadınızdan çıxartmayın. Üçüncü gəlirik artmaya və azalmaya. Funksiyanın artması və azalması bu kvadratik funksiyadır. Kvadratik funksiya cüt funksiyalara, yəni qrafik olaraq paraboladır. Parabolada cüt funksiyaların içərisində istifadə olunur. Cüt funksiyalarda baxın onun ən kiçik bax iki hal var. Birincisi A müsbət olan hal. A müsbətdirsə uşaqlar, bax mənfi sonsuzluqdan M-ə qədər qrafik aşağı hissəyə düşüb, elə deyilmi? Aşağı hissəyə düşübsə, deməli azalıb. Mənfi sonsuzluq M-də azalır. M-dən müsbət sonsuzluqda isə artır. Bu qollarımız yuxarı olan versiyadır. İkinci versiyada A sıfırdan kiçik olsun. A sıfırdan kiçikdirsə o zaman qollar aşağı baxacaqdır. İndi fikir verin uşaqlar qrafikə. Mənfi sonsuzluqdan M-ə doğru neynəmişəm? Yuxarı qalxdım. Yuxarı qalxdımsa deməli qrafik neyniyib? Artıb. Mənfi sonsuzluq M artır. M müsbət sonsuzluq isə azalır. Aşağı düşdüyünə görə qrafikləri də belə yadınızda saxlaya bilərsiniz. Aşağı düşürsə azalır, yuxarı qalxırsa artır. Daha sonra indi danışaq. Neçənci xassəmiz gəlir? 3, 4-cü xassə. Yadınızda saxlayın ki, kvadratik funksiyada x bərabərdir M, simmetriya oxunun tənliyidir. X bərabərdir M, simmetriya oxudur və yaxud da bax bu qrafikin düz tən ortadan keçən nöqtəsinə belə deyək, düz xətti o simmetriya oxudursa onu həmin üzrə qatdalayanda üst-üstə düşməlidir qrafik. İndi tam qəşəng formada çəksək bunu görmək mümkündür əslində. Bu Y oxu, bu da X oxu. Deməli, simmetriya tənliyi nədir? X bərabərdir M-dir. Y bərabərdir 3x kvadratı üstə gəlinsin 7x üstə gəlinsin 8. Gəlin bunun hansı funksiyaya aid olduğunu tapaq. 3x kvadratı üstə gəl 7x üstə gəl 8. Bu cüt funksiyadır. Bu tək funksiyadır. Bu da cüt funksiyadır. 2 müsbət, 1 mənfi var, amma yenə də yekun olaraq işarənin mənfi ədədin qiymətini bilmədən deyə bilmərik. Onun üçün də bu funksiya nə tək, nə cüt funksiya olacaqdır. Nə tək, nə cüt funksiyadır və əgər 7x olmasaydı yalnız müsbətlər olduğuna görə cüt funksiya yaza bilərdik. Danışaq kvadratik funksiyanın qrafikindən, onun sağa, sola və s. sürüşməsindən. Baxaq. Y bərabərdir x kvadratı funksiyası uşaqlar paraboladır. Elə deyilmi? Koordinat başlanğıcından keçən paraboladır bunun qrafiki. Əgər bizə x kvadratı yox, y bərabərdir x minus 1-in kvadratı, y bərabərdir x topla 3-ün kvadratını qurmağı tapşırarsa, o zaman qrafik olacaq, bax belə, x çıx 1-dirmi? X oxu boyunca qrafik bir vahid sürüşəcək sağa, onu sıfıra çevirən qiyməti nəzərdə tuturuq və qolları da baxır yuxarıya. Əgər x topla 3-ün kvadratıdırsa, o zaman 3 vahid qrafik sürüşəcək sola, mənfi 3 və qollar da baxacaq yuxarıya. X. X kvadratı toplanılsın 2 verilibsə əgər, qrafik 2 vahid qalxacaq yuxarıya. X-in yanında deyil, kənardadırsa, qrafik 2 vahid qalxacaq yuxarıya və olacaq bax belə. Y bərabərdir mənfi x kvadratı çıxılsın 1 olarsa, qrafik həm 1 vahid aşağı sürüşəcək, həm də qolları aşağı baxacaqdır. Gəlin ikisi bir yerdə olana baxaq. Məsələn, y bərabərdir mənfi x çıxılsın 2-nin kvadratı topla 3. Quraq, 2 vahid qrafiki sürüşdürürük sağa.
1, 2. 3 vahid qrafiki qaldırmalıyıq yuxarıya və qollar da baxır uşaqlar hara? Aşağıya. Bura 3, bura 2. Təpə nöqtəmizin koordinatları 2, 3-dür. Y oxunu kəsən nöqtəni tapmaq istəyirsinizsə, x-a 0 verərək tapa bilərsiniz. Baxın, bu da bizim qrafikimiz. Gəlin, bunun qiymətlər çoxluğunu tapaq. Mənfi sonsuzluq 3, mənfi sonsuzluq mənfi 1, 2 müsbət sonsuzluq, 0 müsbət sonsuzluq, 0 müsbət sonsuzluq. İndi qrafikə baxaraq funksiyanı təyin edək. Bizə bir qrafik verib, qrafik də belədir. Bu qrafikə əsasən funksiyanı düzəltməyi tapşırır. İlk növbədə yadınızda saxlayın ki, sizə qrafik verdiyi zaman o qrafikin təpə nöqtələrimi verilib, x oxunu kəsən nöqtələrimi verilib, bunu ayırd etmək lazımdır. Məsəl üçün, bu funksiyada bizə verilib uşaqlar x oxunu təpə nöqtələri deyək də, təpə nöqtənin koordinatları nədir? 3, 2. Təpə nöqtənin koordinatları verildiyi zaman o funksiyanı düzəldəcəyik. Baxın, bu formada x minus m-in kvadratı üstə gəlinsin n. M-imiz, bu da n-imiz. Gətiririk, qoyuruq yerinə. A vurulsun, x çıxılsın 3-ün kvadratı, üstə gəl 2. Bəs a-nı necə tapacağıq? A-nı tapmaqdan ötürü y oxunu kəsən nöqtəyə baxırıq. Y oxunu kəsib 6-da. O nöqtənin koordinatı nədir? 0, 6. X-a 0 verdiyim zaman y olmalıdır 6. 0 çıx 3 mənfi 3 kvadratı 9. 9a üstə gəl 2 bərabərdir 6-ya, 9a bərabərdir 4-ə, a da bərabərdir 9-da 4-ə. Deməli, funksiyamız olacaq, bax belə, 9-da 4, x minus 3-ün kvadratı üstə gəlinsin 2. Bu bizim nəyimizdir? Kvadratik funksiyamızın şəklidir. Başqa bir nümunəyə baxaq. Verilib bizə belə bir qrafik. Bura mənfi 2-dir, bura 7-dir, bura 4-dür, y oxu, x oxu. Bu funksiyada isə uşaqlar qrafikdə isə bizə verilibdir nə? X-ı kəsən nöqtələr və bir dənə də y-ı kəsən nöqtə. X-ı kəsən nöqtələri veribdirsə, onu bu formada yazsaq sizin üçün daha səmərəli ola bilər. X minus x1, x minus x2. X oxunu kəsən birinci nöqtəmiz nədir? Mənfi 2. X çıx mənfi 2, x topla 2-yə bərabərdir. X çıxılsın 7. A-nı tapmaq üçün isə y oxunu kəsən nöqtəni tapmaq kifayətdir. Yəni bu nöqtə 0,4. 0,4 nöqtəsini gətirib burada yerinə qoysaq, A vurulsun, 0 topla 2, 2, mənfi 7. Bərabərdir nəyə? 4-ə. A da bərabərdir 4 böl mənfi 14. İxtisar eləsək, mənfi 7-də 2-yə bərabər olacaq. Y bərabərdir mənfi 7-də 2. X minus, x topla 2, x çıx 7. Bu formada da saxlaya bilərsiniz. Vurub açıb, ax kvadratı üstə gəlinsin, bx üstə gəlinsin, c formasına da gətirə bilərsiniz uşaqlar. Əgər ABC-ni soruşursa, bunu açmaq məsləhətlidir ki, orada ABC-ni görəsiniz. Əgər belə bir funksiyada da ABC-ni istəyirsə, o zaman bunu müxtəsərə görə açıb 9-da 4-ə vuraraq sadələşdirə bilərsiniz. Kvadrat funksiyamızdan bu qədər. Keçək modul funksiyaya. Y bərabərdir. A vurulsun modulda x funksiyasına deyirik və A əgər müsbətdirsə, qrafikin qolları olacaqda yuxarıya baxan V şəkilli bir ifadə. Baxın belə. Baxın belə. Qollar yuxarı baxır, kvadratik funksiyaya bənzəyir. Sadəcə olaraq daha belə deyək ki, V formalıdır, yumru deyil. Qrafikimiz, bu da y, x. Həmişə belə mi olacaqdır qrafik? Xeyr. Funksiyadan asılı olaraq qrafik sağa, sola, yuxarıya, aşağıya sürüşə bilər. Birazdan nümunələrlə baxarıq. Gəlin xəstələrindən danışaq. Təyin oblastımız mənfi sonsuzluq, müsbət sonsuzluqdur. İkinci qiymətlər çoxluğumuz isə bu funksiya üçün 0 müsbət sonsuzluqdur. Bu funksiya üçün isə mənfi sonsuzluq 0-dır. Amma başqa bir versiyalarda qiymətlər çoxluğumuz dəyişə bilər. İndi nümunə göstərib, qrafiki çəkərək xəstələrini də qeyd eləyərik. Artma azalmasına gələndə mənfi sonsuzluqdan baxın bura qədər, hansı ki bu hissəyə qədər azalıb, 0-dan müsbət sonsuzluğa artıb. Burada isə mənfi sonsuzluqdan 0-a qədər artıb, 0-dan müsbət sonsuzluğa isə azalıb. Qrafikə baxaraq bunu təyin edə bilərik. Tək cüt funksiyasına qaldıqda isə, əgər bu formadadırsa, yəni y oxuna simmetrik yerləşibsə, o zaman cüt funksiyadır. Ancaq qrafik sağa sola sürüşdüyü zaman, o zaman işlər dəyişə bilər.
Nümunə göstərək. Məsəl üçün y bərabərdir 2 vurulsun, x çıxılsın 5 çıxılsın 2. Bu funksiyanın qrafikini quraq, təyin oblastı, qiymətlər çoxluğu, artma, azalma, hər bir şeyini burada düzəldək. Qrafikin sağa sola sürüşməsi kvadratik funksiyada olduğu kimidir. X oxunun yanındakı qiymətin əksi qədər, belə deyək, x çıxılsın 5-dir. Onu sıfıra çevirən qiymət nədir? 5. 5 vahid sürüşəcək sağa, 2 vahid sürüşəcək aşağı, qollar yuxarı baxacaqdır və y oxunu kəsən nöqtəni təyin eləyək. 0 verəndə -5, müsbət 5 çıxır, 2 vur 5, 10, çıx 2, 8. Deməli, y oxunu kəsməlidir 8-də. Bax, buranı kəsəcək 8-də. X oxunu da kəsən nöqtələri tapmaq istəsəz, funksiyanı nə etmək lazımdır uşaqlar? Y-ə 0 verib tənlik kimi həll eləmək lazımdır. Gəlin indi təyin oblastı. Mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər çoxluğu. Baxın, -2-dən başlayır, yuxarıya doğru gedir. -2 müsbət sonsuzluq olacaqdır. Azalması. Mənfi sonsuzluqdan m-ə qədər azaldı, yəni 5-ə qədər. 5-dən müsbət sonsuzluğa isə neynədir? Artdı. Yenə deyirəm, qrafikin sağa sola sürüşməsi onun deməli nəyindən asılıdır? X-in yanındakı ədədlərdən asılıdır. Əgər x çıx 5-dirsə 5 vahid sağa, x topla 3-dirsə 3 vahid sola şəklində onu sıfıra çevirən qiymət kimi baxmaq olar. Modul funksiyadan sonra isə gəlin danışaq kök altında x funksiyasına. Kök altında n-ci dərəcədən x. N-i verək ilk növbədə cüt. Əgər cüt olarsa, bizim qarşıda da verək bir A əmsalı. Əgər A-mız müsbətdirsə, qrafik olacaqdır belə. Əgər A mənfidirsə isə, onda qrafik olacaqdır 4-cü rübdən keçəcək. Bax, belə. Xassələrindən danışaq. Xassələri nədir? Təyin oblastı və qiymətlər çoxluğundan ilk növbədə. Bu funksiya üçün təyin oblastımız 0 müsbət sonsuzluqdur. Qiymətlər çoxluğumuz da 0 müsbət sonsuzluqdur. Həmçinin burada təyin oblastımız 0 müsbət sonsuzluqdur. Qiymətlər çoxluğu isə mənfi sonsuzluq 0-dır. Qiymətlər çoxluğumuz dəyişən qiymətlər çoxluğudur. Ancaq misal başqa formada verilərsə, kök altında x çıx 2 formasında verilərsə, o zaman təyin oblastımız olacaq uşaqlar 2 müsbət sonsuzluq. Yəni altındakı ifadəni 0-dan böyük götürüb həll edirik. Qiymətlər çoxluğu üçün isə, məsələn, üstə gəl 3 verilibdirsə, bu ən kiçik 0 alır, 0-ın üstünə 3 gəlirik. Qiymətlər çoxluğumuz isə 0, 3 müsbət sonsuzluqdur. Yəni funksiyadan funksiyaya dəyişə bilər. Bunu siz misala baxaraq təyin eləməlisiniz mütləq. N bərabərdir tək olduqda isə, yəni y bərabərdir 3-cü dərəcədən x formasında və ya 5-ci dərəcədən x olduğu zaman isə qrafikimiz olacaq, baxın, bu formada. Yx. Əgər qarşıdakı əmsalı müsbətdirsə, mənfidirsə isə qrafikin 2 və 4-cü rüblərdə keçəcək. Yx. Təyin oblastı, qiymətlər çoxluğu həmişə mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Həmişə tək funksiyadır uşaqlar. Buna isə demədik, nə tək nə cüt funksiyadır. Baxdığımız zaman zaten görürük. Burada isə artma. Baxın, bu həmişə artır, bu həmişə azalır. Burada isə, baxın, bu yenə A müsbət olduqda artır, A mənfi olduqda isə azalan funksiyadır. İndi baxırıq y bərabərdir ax üstü n funksiyasına. Əgər n təkdirsə, bizim qrafikimiz birinci cüt versiyadan danışaq istəyirsiniz. Cüt olduğu zaman koordinat başlanğıcından keçən paraboladır. A müsbət olanda qollar yuxarı baxır. A mənfi olduğu zaman isə qollar aşağı baxır. Bu formada olan kvadratik funksiyalarda df həmişə mənfi sonsuzluq, müsbət sonsuzluq, yf də mənfi sonsuzluq, müsbət sonsuzluq olacaqdır. Yox, əslində mənfi sonsuzluq, müsbət sonsuzluq, yf isə 0 müsbət sonsuzluq olacaqdır. Bu formada olanda isə mənfi sonsuzluq 0 olacaqdır yf'imiz, yəni qiymətlər çoxluğumuz. Qrafikə baxdığımız zaman da zaten bunu görmək mümkündür. Bu formadadırsa, yəni yanında b-si və c-si yoxdursa cüt funksiyadır və mənfi sonsuzluqdan 0-a qədər azalır, 0-dan müsbət sonsuzluğa artır. Mənfi sonsuzluqdan 0-a qədər artır, 0-dan müsbət sonsuzluğa azalır. Cüt olmayıb, tək olduğu zaman isə qrafikimiz olacaq, baxın, bu formada. A müsbətdirsə belə, A mənfidirsə belə. Y bərabərdir x kubu, y bərabərdir x üstü 1. Bunların hər birinin qrafiki bu formadadır.
y, x. Bu arada onu da qeyd edeyim ki, əgər a müsbətdirsə artan funksiyalarda y oxuna yaxınlaşdıqca a əmsalı, belə deyək də, burada birdən böyük, x oxuna yaxınlaşdıqda isə 0-1 aralığında olacaqdır. Onu da yadınızda saxlayın. Bu funksiyanın təyin oblastda qiymətlər çoxluğu həmişə mənfi sonsuzluq, müsbət sonsuzluqdur, tək funksiyadır. Belə olduğu zaman artır, belə olduğu zaman isə azalır. Sürüşmələrinə gəldikdə isə eyni sürüşmə kvadratik funksiyada olduğu kimidir. Gəlin, məsəl üçün bir dənə nümunə göstərim buna aid. Hamısı üçün eyni şey keçərlidir. X minus 1-in kubu olsa, qrafiki bir vahid sağa sürüşdürüb, kub parabolanı çəkirik. Eyni formada olacaqdır. İndi isə gəlin sizə belə bir qeyd verim. Kvadratik funksiyalarda kök altında kvadratik funksiya qarşınıza çıxsa, bunun təyin oblastında qiymətlər çoxluğu ilə bağlı misallarımız olacaqdır uşaqlar. Əgər bunun təyin oblastını istəyirsə, təyin oblastı nədir? X-in aldığı qiymətlər hardadır? Kökün altında. Onu həmişə sıfırdan böyük bərabər götürüb təyin oblastını tapa bilərsiniz və bərabərsizliyi işləmək şərti ilə. Qiymətlər çoxluğunu tapmaqdan ötürü isə y-f-i tapmaqdan ötürü isə a-ya baxarıq. Əgər a müsbətdirsə uşaqlar, kök altında n-dən müsbət sonsuzluğa olacaqdır. Əgər a mənfidirsə, sıfırdan kök altda n-ə qədərdir. Hansı ki uşaqlar burada cüt dərəcə olmalıdır. 2 ola bilər, 4 ola bilər. Bu hallarda isə belədir. Tək dərəcə olduqda isə hər şeyə alır, hər ikisi. Daha sonra bir dənə də belə bir qeyd verəcəm sizə kvadratik funksiyada, parabolada. Bu tutalım bizə verilibdir uşaqlar, ax kvadratıdır. Qrafik y oxuna yaxınlaşırsa a ondan böyük, yəni bax burada duran ədəd bu ax kvadrat a-dan böyükdür. Məsələn b-dirsə b-dan böyükdür. X oxuna yaxınlaşdıqda isə burada c olsun, c a-dan kiçik olacaq. Burada b olsun, bx kvadratı olsun, burada cx kvadratı olsun. Burada b-dan böyük, burada isə c-a-dan kiçik funksiya olacaqdır. Məsəl üçün burada x kvadratı olsa, bu birdən böyük ədədlərdir. Bu da birdən kiçik 0-1 aralığında olan ədədlər kimi nəzərdə tuta bilərsiniz. Funksiya mövzumuz bu qədər. Sağ olun.